Şotlandiyada yaşayan 49 yaşlı mühəndis Alastair Munro penisində yaranan kiçik şişliyin böyüməyə başladığını gördükdən sonra həkimə müraciət edib. Müayinələrdən sonra ona nadir rast gəlinən penis xərçəngi diaqnozu qoyulub. Həkimlər xəstəliyin limfa düyünlərinə yayıldığını müəyyən ediblər. Alastair 7 saat davam edən ağır əməliyyata girib. Cərrahlar orqanın təxminən 30%-ni, həmçinin xərçəng yayılan limfa düyünlərini çıxarıblar. Daha sonra but nahiyəsindən götürülən dəri ilə rekonstruksiya aparılıb. İlk əməliyyatdan sonra bədəndə yenə xərçəng hüceyrələri qaldığı üçün o ikinci dəfə əməliyyat olunub və radiasiya terapiyası alıb. Hazırda tam sağaldığı açıqlansa da, Alastair ciddi fəsadlarla yaşayır. O, normal sidiyə gedə və cinsi həyat yaşaya bilmir. Həkimlər növbəti 2 ildə xəstəliyin yenidən qayıtma riskinin yüksək olduğunu bildirir. Alastair əməliyyatının BBC tərəfindən videoya çəkilməsinə xüsusi məqsədlə razılıq verib. O bildirib ki, kişilər utandıqları üçün simptomları gizlətməməli. Hər hansı şiş, qanaxma və ya dəyişiklik hiss etdikdə dərhal həkimə müraciət etməlidirlər.